Salam əziz şagirdlər, yenə yeni bir izah videosuyla qarşınızdayım. Bugün sizə nitq hissələri və əsas nitq hissələrindən isim haqqında məlumat verəcəm. Ona görə diqqətli dinləyin, qeydlər aparmağı da unutmayın. Elə isə başlayaq. Nitq hissələri əvvəla nəyə deyilir? Nitq hissələri yadımızda saxlayaq ki, müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə qruplaşan söz siniflərinə deyilir. Burada sintaktik vəzifə deyəndə hansı cümlə üzvü olmasından söhbət gedir? Yəni mübtəda, xəbər, təyin, tamamlıq bunlardan söhbət gedir. Morfoloji əlamət, yəni o nitq hissəsinin digər nitq hissələrindən fərqi, ona sırf aid olan xüsusiyyətlər. Müstəqil mənası da ki, yəni bir sözü deyəndə bizim ağlımızda nə canlanır, bizim beynimizdə nə canlanır, nə başa düşürük. Bax, həmin müstəqil məna da budur. Və yadımızda qalsın ki, ümumiyyətlə dilimizdə olan sözlər lüğəvi mənasının olub-olmamasına görə iki qrupa bölünür. Yəni təbii ki, bir qrup var ki, mənası var, belə loru dillə desək, izahı var. Bir qrup da var ki, bunların lüğəvi mənası yoxdur, izahı yoxdur. Gəlin baxaq birinci qrupa. Birinci qrupa nə aiddir? Dedik lüğəvi mənası olan. Misal üçün bir dənə söz deyək, dəftər. Dəftərin təbii ki, bir izahı var. Dəftər deyəndə ağlınızda elə bir dəftər şəkli yarandı və siz onu məna xüsusiyyətlərlə izah da eləyə bilərsiniz ki, ya bu dəftər nə deməkdir? Bu izahı var. Amma ikinci bir söz desəm sizə, məsələn ki. Ki-ni necə izah eləyərsiniz? Əlbəttə izah eləyə bilməzsiniz. Çünki ki köməkçi nitq hissəsidir və onun izahı yoxdur, lüğəvi mənası yoxdur və yaxud məsələn hətta izah eləyə bilərik. Yox, izah eləyə bilmərik, mənası yoxdur. Amma telefon sözü izah edə bilərik, düz deyil, nə olduğunu danışmaq üçün bir vasitədir. Amma yerdə qalanlar, yəni ikinci qrupanı izah eləyə bilmirik. Təbii ki, bura və s. qoyuram hər ikisinə. Yəni burada belə en qədər söz tapmaq mümkündür. Baxaq. Bu baxımdan da əsas nitq hissələri və köməkçi nitq hissələri yaranır. Yəni lüğəvi mənası olmayan sözlər nitqdə köməkçi vasitələr kimi istifadə olunur. Biz onlardan yardımçı ünsür kimi istifadə edirik və əsas fikrin ifadəsinə yardımçı olurlar. Amma sırf biz əsas fikri nə ilə ifadə edirik? Təbii ki, məna verən sözlərimizlə ifadə edirik. Elə bu xüsusiyyətlərinə görə nitq hissələri iki qrupa bölünür. Əsas və köməkçi nitq hissələri. Əsaslar təbii ki, qeyd etdiyimiz kimi lüğəvi mənası olan sözlərdən ibarət olur və Azərbaycan dilində yadımızda saxlayaq ki, 6 dənə əsas nitq hissəsi var, 5 dənə də köməkçi nitq hissəsi var. Əsaslarımızı hər halda bilirik ki, isim, sonra sifət, sonra say, əvəzlik, zərf və feil. Bunlar bizim oldu 6 əsas nitq hissəmiz. 5 dənə köməkçi də modal sözdür. Sonra ədatdır. Qeyd edək. Bağlayıcıdır. Xəttimə görə üzrlü sayın. Aha. Və gəldik nəyə? Nida. Biri daha qaldı. Modal söz, ədat, bağlayıcı, nida. Bir də qoşma. 5 dənə də bizim köməkçi nitq hissəmiz var. Ki bunların, yəni biz bura aid olanların biz izahını verə bilmirik. Məsələn, ki bağlayıcıydı, hətta bağlayıcıdır. Məsələn, 3-ün yazsaydım onlardı qoşma. Məncə burası aydın oldu. Əsas və köməkçi nitq hissələrinin gəlin fərqinə baxaq. Baxın, dedik ki, bura aiddir isim, sifət, say, əvəzlik, zərf, feil əsaslara. Köməkçilərimiz oldu qoşma, bağlayıcı, ədat, modal söz, nida. Baxın. Başqa fərqləri əlbəttə ki var. Bu, həmin nitq hissələrinin bir-birindən fərqi. İlkin olaraq nədir? Əsas nitq hissələri həm müstəqil lüğəvi mənaya, yəni leksik mənaya malik olur. Leksik məna. Həm də qrammatik mənaya malik olur. Həm də yazırıq qrammatik məna. Qrammatik məna nə deməkdir? Qrammatik məna onun hansı nitq hissəsinə aid olmasıdır. Zaten məsələn mən desəm, bir dənə nə deyək məsələn, deyək qələm. Qələm sözünün leksik mənası var, düz deyil, izahı var. Nə olduğunu bilirik. Bu var. İkinci olaraq da qrammatik mənası da var. Çünki qələm sözünə sual verirəm ki, nə qələm? İsim olduğu ortaya çıxır. Aha, bu da olur onun qrammatik mənası. Deməli ikisi də var. Sonra ayrılıqda işlənə bilir. Yəni əsas nitq hissələri. Ayrılıqda tək başına təbii ki, mən bunu işlədə bilərəm.
Üçüncü olaraq fərqi nədir? Üçüncü suala cavab verməsidir. Təbii ki, bir sözün mənası varsa, əlbəttə ki, o suala da cavab verir. Məsələn, deyirəm ki, qələmim evdə qalıb. Nə evdə qalıb? Qələmim. Görürsüz, suala cavab verir. Ya da qələm yerə düşdü. Nə yerə düşdü? Qələm. Suala cavab verir. Sonra 4. Söz yaradıcılığında iştirak eləyir. Yəni, leksik şəkilçilər artırılaraq yeni söz düzəltmək olur. Elə mən bura qısaca yazacağam söz yaradıcılığı. İndi mən qələm sözünü deməyim. Məsələn, götürək dəftərçə. Baxın. Dəftərçə sözü söz yaradıcılığında iştirak elədi. Burada dəftər sözü. Dəftər sözünə yeni bir şəkilçi artırdım. Çay şəkilçisi. Gördünüz, yeni söz yarandı. Dəftər daha böyük, yəni yazı yazdığımız böyük formada olanlar. Dəftərçi daha kiçik, bloknot deyirik ona. Yeni söz yarandı, deməli söz yaradıcılığında iştirak edir. Sonra formaca dəyişə bilir. Yəni buna deyirik, qrammatik şəkilçi qəbul edə bilir. Bunu da qeyd eləyək. Belə qrammatik şəkilçi yazacağam bura. Qrammatik şəkilçi. Yəni deyirik, formaca dəyişə bilir də. Çünki qrammatik şəkilçi onun yeni mənasını yaratmır. Sadəcə olaraq formasını dəyişir. Məsələn, desəm ki, qələm, normalda deyirəm və deyirəm qələmlər. Yeni bir məna yarandı? Əlbəttə ki, yox. Sadəcə olaraq onun sayı artdı. Burada da olur qrammatik şəkilçi. Gəlin baxaq. Qələmlər. Görürsüz, lər burada qrammatik şəkilçidir. Yeni söz yaratmadı. Sadəcə olaraq neynədi? Formanı dəyişdi. Aha, 6-cı söz birləşməsinin aslı və əsas tərəfi ola bilir. Söz birləşməsində belə qısa yazaq. Aslı və əsas tərəf olur. Gəlin nümunə üzərində baxaq. Məsələn, deyək ki, ana laylası. Ana laylasına fikir verin. Birinci tərəf deyirik ki, aslı tərəfdir, ikinci tərəf əsas tərəfdir. Ana laylasında ana əsas nitq hissəsidir, isimdir. Laylası nədir? Bu da isimdir. Bu da ikinci tərəfdir. Deməli, aslı və əsas tərəf ola bilir də əsas nitq hissəsi. Yəni, söz birləşməsi yarada bilir. Sonra, 7-ci olaraq nə deyirik? Ayrılıqda cümlə üzvü ola bilir. Cümlə üzvü. Bunu qeyd edək. Cümlə üzvü olmaq. Aha, bir də bura ayrılıqda sözünü yazım. Çünki bizə bu köməkçi nitq hissəsində lazım olacaq müqayisə eləmək üçün. Orada da qeyd eləyəcəm sizə. Aha, bu oldu əsas nitq hissələrinin fərqi. Bəs köməkçilərin fərqi nədir? Yəni, həmin o qoşma, bağlayıcı, ədat, modal söz, nida. Bunların fərqi nədir? Gəlin baxaq bunların fərqinə. Əvvəla, bunların lüğəvi mənası yoxdur. Qrammatik mənası var ancaq. Gəlin baxaq, bir dənə üçün yazıram. Üçün sözünün bir mənası var. Üçün deyəndə ağlınıza hansı bir şəkil, bir izah gəlir. Nə deməkdir üçün? Yoxdur məna. Ona görə deyirik, lüğəvi məna yoxdur. Lüğəvi məna yazıram və üstündən xətt çəkirəm. Yəni, lüğəvi məna yoxdur. Nə var? Qrammatik məna var. Və fikir versəz ki, bayaq əsas nitq hissəsində qeyd eləmişdim. Qrammatik məna əsas nitq hissəsində də var. Çünki hər ikisinin qrammatik mənası var. Əsasında köməkçində. Amma lüğəvi məna, yəni izahı yoxdur. İkinci qeyd eləyirik. Köməkçilər ayrılıqda işlənə bilmir. Çünki adı üstündə köməkçidir. Ayrılıqda işlənməyəcək. Yəni, təkcə bir məna ifadə eləmir, ancaq kömək üçün var. 3. Suala cavab vermir. Gəlin baxaq elə üçün sözünə. Üçün sözünə sual verə bilirik? Yox. Suala cavab vermək üçün yadınızda saxlayın ki, o sözün bir mənası olmalıdır. Mənası olmayan şey necə suala cavab verə bilər? Deməli, suala cavab vermir. 4-cü. Söz yaradıcılığında iştirak etmir. Yəni, köməkçi nitq hissələrindən yeni söz yaratmaq olmur. Burada yazıram. Söz yaradıcılığı ilə üstündən xətt çəkmək bilin ki, o deməkdir ki, iştirak etmir. Yəni, söz yaradıcılığında iştirak eləmək üçün o sözün mənası olmalıdır ki, uşaqlar. Mən onun üstünə bir dənə şəkilçi artırım və yeni söz düzəlsin. Axı, bunun mənası yoxdur. Necə yarana bilər yeni söz?
ola bilməz. Bu məqamla bağlı amma istisnamız var. Bunu qoşma ilə bağlı deyəcəm sizə. Qoşma ilə bağlı elə indi deyim də. Məsələn, aid qoşması var ki, elə aidlik bildirir. Buna iyyət şəkilçisini artıranda aidiyyət. Yeni söz yaranır. Sonra aidlik sözü. Aid də yenə bildiyiniz kimi qoşmadır da. Lik şəkilçisini artırırıq, yeni söz yaranır. Sadəcə olaraq deyirik ki, bunlar istisna məqamdır. Yəni biz bir-iki nümunəyə görə biz qaydanı ümumiləşdirib deyə bilmərik ki, köməkçi nitq hissələri söz yaradıcılığında iştirak eləyir qətiyyən. Bir-iki istisna nümunədir və məsələn məxsusi sözü var. Məxsus kökdür, məxsusi artıq olur, deməli sifət yaradır. Yəni bu belə. Sonra gəlirik 5-ci fərqə. 5-ci fərqimiz nə idi? 5-ci fərq odur ki, formaca dəyişə bilmir. Yəni qrammatik şəkilçi qəbul etmir. Bu da yenə mənasının olmamağından qaynaqlanır. Formaca dəyişmir. Amma biz əsas nitq hissəsində nə dedik? Formaca dəyişir. Məsələn, lar, lər cəm şəkilçisi qəbul edə bilir, əsas nitq hissəsi və yaxud mənsubiyyət. Yəni qrammatik şəkilçilər zaten onu formaca dəyişməyə xidmət eləyir. Amma köməkçilərdə məna olmadığına görə mən ona heç cürə şəkilçi artıra bilmirəm. Yəni artıra bilirəm təbii ki, amma bəzi yəni dediyimiz kimi, yəni istisna məqamlarda ümumən biz köməkçi nitq hissələrində şəkilçi artırmırıq. O istisna məqamları da sizə izah eləyəcəm. 6-cı, söz birləşməsində tərəf olmur. Yəni, nə aslı tərəf olur, nə də əsas tərəf. Yəni, nə birinci tərəf, nə də ikinci tərəf olur və ayrılıqda cümlə üzvü kimi işlənə bilmir. Ayrılıqda cümlə üzvü, qısa yazaq, cümlə üzvü olmur. Bunlara aid təbii ki, nümunə deyəcəm, yəni bu şəkildə qalmayacaq. Uşaqlar, ayrılıqda cümlə üzvü olmur. Gəlin bir dənə, məsələn, köməkçi nitq hissələrindən bağlayıcı aid nümunə deyim. Deyirəm ki, mən gəldim, amma onu görmədim. Bir də var deyirəm ki, bunlar sənin üçündür. Sənin üçündür. Aha, gəlin baxaq. Birincidə də, ikincidə də köməkçi nitq hissəsi işlənib. Birinci cümlə ümumiyyətlə mürəkkəb cümlədir. Çünki 2 qrammatik əsası var və burada bizim köməkçi nitq hissəmiz amma sözdür. Amma sözünə görün sual verə bilirik? Yox, verə bilmirik. Və amma sözü cümlə üzvü ola bilmir. Çünki cümlə üzvü olmaq üçün ona sual verməliyik. Sual verə bilmirik axı. Bu bağlayıcıdır. Sual verə bilməliyik. Ancaq uşaqlar, qoşmada belə bir məqam var ki, yəni istisna hal qoşmada nədir? Bunlar qoşulduqları sözlə bir yerdə cümlə üzvü ola bilir. Bax, adı üstündə nə deyirəm? Qoşma. Qoşulduğu sözlə birgə cümlə üzvü olur. Baxın, bayaq da dediyim kimi, bunlar ümumən köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü ola bilmir. Digər köməkçi nitq hissələrində məsələn bağlayıcı olsun, ədat olsun, sözə bitişi yazılmır. İndi ədatların şəkilçiləşmiş versiyası var ki, o bitişi yazılır, o ayrı məsələ. Amma bunlar cümlə üzvü olmur. Bir dənə qoşma var ki, göz muncuğudur da elə bir. Qoşulduğu sözlə cümlənin üzvü olur. İkinci cümləmizdə də bunun isbatını göstərəcəm sizə. Aha, gəlin baxaq. Bunlar sənin üçündür. Sənin üçündür. Kim üçündür? Gördünüz, sənin sözünə əvəzliyə qoşuldu üçün. Bir yerdə oldu cümlə üzvü. Nə? Bunlar. Oldu mübtəda, bu da oldu xəbər. Və fikir verin. Dır, durdur, xəbərli şəkilçisidir. Formaca dəyişdi. Düz deyil? Yəni bir dənə qoşmanı formaca dəyişdi deyə, qoşma qrammatik şəkilçi qəbul etdi deyə biz ümumən deyə bilmərik ki, ümumən köməkçi nitq hissələri formaca dəyişir ya da qrammatik şəkilçi qəbul edir. Yəni bu ümumi qayda deyil. Aydın oldu. Əsas və köməkçi nitq hissələrinin fərqini öyrəndiyimizə görə artıq ismə keçə bilərik. İsim deməli, 6 əsas nitq hissəsindən biridir, biz bunu bildik. Və isim nədir? Nə deməkdir? Nəyə xidmət edir? Niyə var? Nə bildirir? Bunları gəlin öyrənək. Ümumi qrammatik mənasına görə bütün əşyaların adını bildirən kim,
kim, nə, bir də hara suallarından birinə cavab verən əsas nitq hissəsinə deyilir, baxın, bu isim. Və yadınızda saxlayın kimi, ümumiyyətlə termin kimi əşya sözünün mənası genişdir. Biz əşya deyirik ya. Terminoloji baxımdan bunun mənası çoxdur. Niyə çoxdur? Yəni varlığı təsəvvür edilən, ya varlığı olan, kim, nə, hara sualına cavab verən anlayışların ümumiyyətlə hamısına əşya deyilir. Yəni nə qədər varsa, nə qədər söz varsa, bir varlıq var, onların adı varsa, biz bunları qrammatikada əşya kimi götürürük. Yəni insandan tutmuş cansıza qədər, canlı cansız fərq etməz, əşya kimi yanaşılır. Kim, nə, hara suallarına cavab verir. Təbii ki, bunlardan biri. Təbii ki, insan kimi sualına cavab verir. Cansızlar nə? Yer bildirən adlar da hara sualına cavab verir. Və bunların adı da nə sayılır? İsim sayılır. Dilimizin lüğət tərkibində də sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Bunu da bilək. Məna növlərinə görə də ümumiyyətlə isimləri 3 qismə ayıra bilərik. Ümumiyyətlə isimləri məna qruplarına görə, məna növlərinə görə 3 qismə ayırmaq olar. Birinci, gördüyünüz kimi konkret mücərrəd. 2, ümumi xüsusi. 3, tək və cəm, bir də toplu deyirik buna. Yəni bu tək və cəm, bir də toplu bir yerdə gedir. Əvvəla başlayaq konkret mücərrəd isimlərdən. Konkret isimlər nəyə deyilir? Konkret odur ki, gözlə görə bilirsiniz. Əllə toxuna bilirsiniz və şəklini çəkə bilirsiniz. Bunlar mümkündürsə, biz bunlara deyirik konkret isimlər. Və bu cür isimlər tələffüz edilərkən biz həmin ismin məzmunu ilə bağlı müəyyən əşyanı, bir o maddi varlığı xatırlaya bilirik. Məsələn, gəlin baxaq. Deyirəm ki, adam. Adam deyəndə ağlınıza hər hansı bir insan gəlir də, bir insan silueti gəlir, bir təsviri gəlir. Deməli, konkretdir. Və yaxud deyirəm dəniz. Avtomatik gözünüzün qabağına bir dəniz rəsmi gəldimi? Gedib toxuna da bilərsiniz. Ola bilər, mümkündür. Təmas edə bilərsiniz. Deməli, gedir bu nə? Konkret. Bəs mücərrəd nədir? Ki, bunun ikinci adı gedir abstrakt. Əllə toxuna bilmirsiniz, gözlə görə bilmirsiniz, şəklini çəkmək mümkün deyil. Yəni, konkretin əksidir. Məsələn, deyirəm sevgi. Nə bilim, məsələn, nifrət. Ya da, məsələn, deyək, istək. Bu il bir sınağa düşmüşdü bu. Uşaqlar bəziləri səhv yazmışlar istək sözünü. İstək uşaqlar mücərrəddir. Yadınızda saxlayın. Bunları çox vaxt götürürlər ki, sevgi, istək əsasən. Bu sözlər insan adı mənasında da işlənir. Mənə deyirlər ki, bəs müəlliməm, sevgi ilə istək sözü insan adı kimi konkretdir. İnsan adı kimi kontekstdə versə, yəni mətndə versə, desə sevgi evə getdi. Onda deyəsiniz ki, konkret. Amma sevgi konkret olaraq bir yəni isim olaraq mücərrəd mənalıdır. Yəni bir duyğudur. O duyğuya siz necə toxuna bilərsiniz? Toxuna bilməzsiniz. Ya da nifrəti əllə tuta bilərsiniz? Yox. İstəyi tuta bilərsiniz? Yox. Deməli, bunlar nə gedir? Abstrakt. Və yaxud inanc, nə bilim, xəyal, uzunluq. Bunlar gedir abstrakt, mücərrəd isimlər. Bu belə. İkinci olaraq gələk ümumi xüsusi isimlərə. Bəs bunların fərqi nədir? Ümumi xüsusi isimlərdə də fərq budur ki, müəyyən bir qrupaya daxil olan, eyni cinsli varlıqların adını bildirən isimlər ümumi isimlər adlanır. Məsələn, yenə deyək, məsələn, nə deyək, bina, ev, məsələn, corab, ya nə bilim, deyək, məsələn, deyək, kitab olsun məşhur nümunə, kitab, ya şagird. Bunlar eyni cinsli varlıqlardır. Yəni bina, en qədər bina var, en qədər kitab var, çoxlu corab, nə bilim, çoxlu kitab, rəngli corablar, uzun, qısa fərq yoxdur. Hamısı eyni kateqoriyaya aiddir. Corab da hamısı. Ya da fərqli kitablar var, nə bilim, elmi kitablar var, bədii kitablar var. Nə dəxli var? Hamısı kitabdır da, düz deyil. Ya da evlər, hər formada ev var. Hamısı ev getmir, eyni kateqoriyaya daxildir. Buna deyirik ümumi isimlər. Bəs xüsusi isimlər nədir? Xüsusi, varlığı tək olan, yəni bir-birinin eyni olmayan isimlər olur xüsusi isimlər. Məsələn, deyirəm
Azərbaycan. Azərbaycan xüsusi isimdir. Neçədən Azərbaycan var ki? Bir dənə. Varlığı təkdir də. Bir-birinin ya da eyni olmayan isimləri bu qrupaya daxil edirik. Məsələn, bir-birinin eyni olmayan deyəndə, məsələn, deyirəm Məstan. Çox vaxt, hətta əvvəlki dövrdə məşhur idi. Bu itə pişiyə qoyulurdu belə adlar, amma indi çox da yayğın deyil. Aha, Məstan çox adamın məsələn pişiyinə qoyduğu adı idi. Deyərsiniz ki, bəs Məstan, iki pişiyin deyək ki, adı Məstandır. Ola bilər. Ola bilər, amma qaydamız nədir? Varlığı tək olan və bir-birinin eyni olmayan. Deyək ki, iki dənə pişiyin ikisinin də adı Məstandır. Onlar ikisi də bir-birinin eynidir? Yox. İkisi də ayrı-ayrıdır da, düz deyil. Və yaxud insan adlarından, nə bilim, Lalə, Ləman. O qədər Lalə var ki, indi o Lalə adı çoxdur deyə mən onu ümumi isim deməyəcəm ki. Hər bir Lalənin özünə aid bir xüsusiyyəti var. Hər adamın özünə aid xüsusiyyəti var. Ona görə mən onları götürəcəm. Xüsusi isim, varlığı təkdir. Yəni o adamdan bir dənə də onun eynisi yoxdur. Bu deməkdir xüsusi isim. Bura aiddir təbii ki, insan adları, yer adları, nə bilim, cəhət adları. Cəhət deyəndə o belə deyim də, məsələn, materik adları, sonra deyə bilərik planet adları, sonra deyərik sizə, məsələn, əsərlərə verilən adlar fərq etməz yəni. Bir də uşaqlar, yadınızda saxlayın ki, Allah sözü də unutmayın ki, xüsusi isimdir. Bu da öz yerində. Aha, məncə ümumi xüsusini ayırt edə bilərsiniz. Yerdə qaldığı tək və cəm, bir də toplu isimlər. Tək isimlər nədir? Adından məlum olduğu kimi bu təkdir də, yəni cəm şəkilsi qəbul etmədən əşyanın ümumən adını bildirir. Gəlin baxaq. Məsələn, qələm, marker. Bir dənə də düz deyil, cəmləmirəm ki. Və s. belə davam edə bilər. Bir dənə qələmdir, bir dənə marker. Bu təkdədir. Görürsünüz, qələmlər demirəm ki, cəmdə olsun. Cəmə baxın. Cəm isim larlər şəkilçisinin köməyi ilə yaranır. Məsələn, qələm sözün gəlin cəmləyək. Olacaq nə? Qələmlər. Ev sözünü deyək. Evlər. Evlər artıq cəmdədir, amma təkcə ev desəm təkdə sayılır. Bu da belə. Cəm də rahatdır. Üçüncü, toplu isim. Toplu isim nə deməkdir? Toplu isim cəm şəkilçisi qəbul etmədən, yəni deyirəm cəmlənmədən çoxluq anlayışı bildirən. Yəni tək bir sözdür, amma əşyaların çoxluğunu bildirir. Bax, belə isimlərə deyilir toplu isimlər. Cəmlənmədən çoxluq anlayışı bildirən. Elə bunu yazacağım, çoxluq anlayışı. Bunu artıq biləsiniz. Aha, məsələn, gəlin nümunə deyək. Ordu. Ordu deyəndə ağlımıza nə gəlir? Nə qədər əskər, düz deyil. Yəni bir nəfərdən ibarət ordu olmur ki. Orduda çoxlu insan olur. Deməli, qrammatik cəhətdən təkdədirmi? Yəni burada larlər yoxdur da. Görürsüz, larlər yoxdur. Larlər yoxdur. Amma mən buna larlər də artıra bilərəm, amma söz yox. Ordular, yəni çoxlu ordu. Amma artırmasam, bu qrammatik cəhətdən olur tək. Amma məna cəhətdən gedir nəyə? Toplu ismə. Çünki bir dənə söz çoxluq anlayışı bildirir. Və yaxud, məsələn, sürü. Sürü deyirik qoyun sürüsü. Çoxlu qoyunlar olur. Amma qrammatik cəhətdən nədir bu? Təkdədir. Deyəcəm, amma nə? Toplu isim. Çünki çoxluq bildirir. Və yaxud, naxır, məsələn. Naxır sözü çoxlu atlar, yəni çoxluq anlayışı var, amma özü təkdədir, tək isimdə. Bu da belə. Ancaq yadda saxlayaq ki, toplu isim, baxmayaraq ki, qaydasında deyirik ki, cəm şəkilçisi qəbul etmədən tək bir sözlə əşyanın çoxluğunu bildirən isimlərə deyilir. Yəni bu demək deyil ki, toplu isim cəmlənə bilməz. Cəmlənə bilər. Gəlin baxaq. Elə bayaq dediyimiz kimi. Ordular. Məsələn, indi ordu sözünü yazmayım, yazım qoşunlar. Qoşunlar ya da yazaq xalqlar. Deyərsiniz ki, müəllimə, cəmləndə də elə eyni mənanı verir? Xeyr. Niyə eyni mənanı vermir? Bax, xalq sözünü tək götürsəz, xalqı tək götürsəz.
Bir xalq nəzərdə tutulur da. Yəni yenə çoxluluq anlayışı var, o heç. Yəni Azərbaycan xalqı məsələn, çoxlu insanlar, amma bir xalqdan söhbət gedir. Amma xalqlar desəm, Azərbaycan xalqı, İngilis xalqı, Fransız xalqı, nə bilim, Rus xalqı, Türk xalqı fərq etməz. Artıq çoxluq bu şəkildə yaranacaq. Yəni cəmləndə məna dəyişir. Yəni demir ya, bu yeni söz yaradır. Xeyr, sadəcə olaraq toplu isimdə xalqla xalqlar arasında fərq var. Onu izah eləməyə çalışıram. Yoxsa yeni bir söz yaranmır. Yəni larilər burada forma dəyişdirən şəkilçidir. Yeni söz yaradan şəkilçi deyil. Ancaq uşaqlar, bilək ki bunu, yəni bunu qeyd olaraq mütləq qeyd eləyin ki, özünüzdə yəni saxlayın. Cəmaət sözüdür. Bir də əhali sözüdür ki, yəni bu isimlər, toplu isimlər heç vaxt cəmlənmir. Yəni imtahanda da çox düşən məqamlardan biridir. Qətiyyən. Cəmaatlar deyə bilərsiniz? Yox. Əhalilər deyə bilərik? Yox. Amma cəmaatdır, əhalidir. Bunun mənasında çoxlu insan anlayışı var da, düz deyil, çoxluq anlayışı var. Ona görə biz buna deyirik toplu isim. İndi uşaqlar, toplu isimdən bağlı ümumi məqamları bildiniz. Gəlin baxaq digər önəmli məqamlara ki, yəni testə düşəndə sizi çaşdırmasın. Baxın, toplu isimlər əgər cümlədə mübtəda vəzifəsində işlənərsə, xəbəri təkdə olacaq. Gəlin baxaq. Məsələn, deyirəm ki, camaat ayağa qalxdı. Görürsünüz, cəmaət söz təkdədir. Larilər var, yox. Larilər yoxdursa uşaqlar, biz həmin sözə deyəcəyik ki, qrammatik cəhətdən tək isim. Yəni, larilər varsa qrammatik cəhətdən cəmdədir, yoxdursa qrammatik cəhətdən təkdədir. Yəni, topluluq təkə cəmə baxmır. Topluluq onun mənası ilə bağlıdır. Qalxdı sözü də təkdə olacaq. Yəni, artıq qalxdılar deməyəcəm. Cəmaət təkdədir, qalxdı da təkdə olacaq. Və yaxud deyəcəm ki, ordu məsələn, irəliləyir. Ordu təkdədir, irəliləyir təkdə olacaq. Bu belə. Bir də uşaqlar, yadınızda saxlayın ki, bəzi sözlər var ki, həm toplu isim kimi ola bilir, həm də toplu olmayan isim kimi də işlənə bilir. Gəlin baxaq. Amma bunu təbii ki, biz elə qarabasına bilə bilmərik də. Bunu nümunə ilə tapa bilirik də. Gəlin baxaq. Məsələn, deyirəm ki, sinif istidir. Bir də var deyirəm ki, məsələn, səkkiz min 600-dən çox növ daxildir. Baxın, birinci cümlədə sinif istidir. Bir topluluq anlayışı yoxdur burada. Toplu deyil, toplu isim deyil. Amma ikinci cümləyə baxın. İkinci cümlədə quşlar sinifinə 8600... Deməli, ikinci cümlədə dedi ki, quşlar sinifinə 8600-dən çox növ daxildir. Bu cümlədə sinif çoxluq anlayışı bildirir. Yəni, bu sinifə neçə quş aiddir? Aydındır. O baxımdan burada artıq topluluq anlayışı var. Topluluq var. Yəni, deyirik ki, toplu isimdir burada sinif sözü. Və yaxud başqa bir nümunə deyək. Məsələn, başqa bir nümunə, silək bunları. Kütlə sözünü götürək. Kütlə sözün əgər mən vahid kimi desəm, məsələn, deyirəm ki, onun kütləsi 60 kiloqramdır. Məsələn, gəlin baxaq. Onun kütləsi 60 kiloqramdır, məsələn. Burada topluluq əlbəttə ki, yoxdur. Toplu deyil. Çünki nə çoxluq bildirir? Heç nə. Amma ikinci cümləyə baxın. Deyirəm ki, məsələn, nə deyirəm? Deyirəm ki, kütlə bərk qorxdu. Burada artıq topludur kütlə sözü. Topludur. Niyə topludur? Çünki burada kütlə çoxlu insanlar anlamındadır. Mənasında çoxluq anlayışı var. Ona görə bunu təbii olaraq toplu isim götürəcəm.
Bir məqamı daha diqqətinizə çatdırım ki, yadınızda saxlayın. Toplu ismə leksik şəkilçi artıranda o artıq toplu isim olmur. Bax, ilxı sözü toplu isimdir, düz deyil? Yəni çoxlu atlar anlamındadır. Aha. Amma ilxıçı sözünə baxın. İlxıçı. Bu artıq bir adamdır, bir insandan söhbət gedir. Bu artıq toplu deyil. Baxın, bu məqamlarda diqqətli olun. Çünki konkret bir adamdan söhbət gedir. Necə toplu ola bilər? Bir də toplu isimlərdə həmişə bilin ki, burada məntiq nədir? Burada eyni cinsli əşyalar bir yerə toplaşır. Bu zaman, yəni meydana topluluq anlayışı çıxır. Məsələn, necə insanlar bir yerə toplaşır, deyirik xalq, cəmaət, nə bilim əskərlər toplaşır, deyirik qoşun, ordu, atlara ilxı. Bunlara deyirik biz bu tip sözlərə toplu. Amma məsələn, bəzi nümunələr var ki, şagirdləri bu çaşdırır nədənsə. Məsələn, qarğıdalı sözü. Qarğıdalı sözünə deyirlər ki, nədir üstündə, yəni çoxlu dənələri var deyə biz onu toplu götürürük. Qətiyyən olmaz, toplu deyil. Çünki dediyimiz kimi bunun məntiqi odur ki, eyni cinsli əşyalar bir yerə toplasın. Yəni, məsələn, insanlarda necə dedik? Xalq, insanlar toplaşdı oldu xalq. Axı qarğıdalıda eyni cinsli nə əşya toplaşır bir yerə? Deyərsiniz ki, üstündəki dənələrin nə əlaqəsi var? Orada yaradır, bir dənə qarğıdalını yaradır. Yəni bir dənə əlimizdə məsələn bir qarğıdalı var ya da sayla deyirik 2 qarğıdalı, 3 qarğıdalı. Burada nə topluluq var? Qətiyyən toplu deyil bu. Yəni çünki onlar canlı varlıq kimi bir yerə toplaşmadan yaranıb. Canlı varlıqdan söhbət gedir. Məsələn, at canlıdır, toplaşır, yaratdı ilxını. Nə bilim, qoyun canlıdır, toplaşdı, oldu sürü. İnsan canlıdır, toplaşdı, oldu cəmaət. Əskər canlıdır, toplaşdı, oldu ordu. Amma siz bunu qarğıdalıya deyənməzsiniz və yaxud məsələn, eyni şəkildə nara da aiddir. Nara deyə bilməzsiniz. Nə bilim, meşə sözünə deyə bilməzsiniz. Birdən meşəyə deyirlər ki, ay müəllimə, burada çoxlu heyvanlar toplaşır, olur toplu isim. Qətiyyən, uşaqlar, heyvan olmaya da bilər. Məcburdur heyvan olsun. Yox. Toplu deyil. Yəni belə sözlər düşür, sizi çaşdırır, çaşdırmasın. Və yaxud salxım sözü. Deyirik ki, çoxlu üstündə üzüm var. Nə olsun üzüm var? Canlıdır bəyəm üzüm? Yox. Ona görə toplu deyil. Toplu deyil. Yəni bura bir qrup sözlər aid. Dəniz sözüdür, sonra bağ sözünü deyə bilərik. Yəni bu kimi sözlər toplu deyil. Yadınızda saxlayın. Bir məqamı daha qeyd edeyim uşaqlar. El sözü var ki, bu söz həm toplu isim kimi işlənə bilir, həm də digər halda işlənə bilir. Gəlin baxaq. Əgər yurt, ölkə anlamın verirsə, əgər bu anlamları verirsə, toplu deyil. Belə yazım, toplu deyil. Yəni toplu isim deyil. Gəlin baxaq. Məsələn, elim, obam, sənsən. Uşaqlar, burada el hansı mənanı bildirir? Yurt, ölkə anlamında, yəni yurdum, yuvam o anlamı bildirir. Deməli, toplu deyil. Bir dənə yurdu vardı, insanın neçədən yurdu var? Bir dənə. Çoxluq anlayışı var? Yox. Ona görə bu gedəcək bura. Toplu deyil. Amma uşaqlar, burada çoxlu insan anlayışın ifadə eləsə, ikinci mənasına baxın. Bura 1 qoyaq. Burada 2. İkinci mənası nədir? Əgər cəmaət mənasını versə, o məşhur bir deyim var, cəmaət nə deyər? Cəmaət mənası. Bu zaman olacaq toplu. Gəlin baxaq. Məsələn, el nə deyər? El qınağı və yaxud belə sözlərimiz var da dilimizdə. El qınağı, yəni cəmaatın qınağı, cəmaatın nəzəri. Burada artıq əlbəttə ki, toplu isim olur. Topludur. Yəni, önəmli detallar bunlar idi. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Nəsə başa düşməsəz, qeyd eləyərsiniz şərh bölməsində. Və də bunu artıq yekunlaşdırıram. Növbəti videonu ismin quruluş növlərindən bağlı çəkəcəm. Ümid edirəm sizin üçün faydalı oldu. Görüşənədək.